Avtomobilinizlə hərəkət edərkən yol polisi sizi saxladı, yol polisinin vəzifələrini, öz hüquqlarınızı və ümumiyyətlə nə edəcəyinizi bilmirsiniz, onda bu video məhz sizin üçündür. Yol patrul xidməti haqqında təlimatın 7.4-cü yarımbəndinə əsasən, nəqliyyat vasitəsinin dayandırılması üçün əsaslar aşağıdakılardır. Sürücü yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozduqda, nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayət törədilməsində şübhə olması barədə dəqiq məlumat olduqda, hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda, analoji nəqliyyat vasitəsinin axtarışda olması, nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya Daxili İşlər Nazirliyinin qərarı olduqda, sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti, nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banın hissələrinin zədələri olduqda və daşınar yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin alın şüşəsindən müvafiq texniki baxış talonu olmadıqda, nəqliyyat vasitələrini idarə edən şəxslərin sənədlərini yoxlamaq məqsədilə stasionar postda xidmət apardıqda, xüsusi tədbirlər keçirildikdə, nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi informasiya sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə. Yol patrul xidməti haqqında təlimatın 11.2-ci yarımbəndinə əsasən, polis işçisi maşına yaxınlaşır, vəzifəsini, rütbəsini, soyadını deyir və dayandırılma səbəbini qısa və aydın şəkildə izah edir. Qeyd edək ki, nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya yol nəqliyyat hadisəsi törətməkdə, habelə sərxoş vəziyyətdə olduqda və ya sürücü və sərnişinlərin cinayət törədilməsinin şübhəli bilindiyi digər hallarda, nəqliyyat vasitəsinin saxlanmasının əsas səbəbini bildirməməlidir. Bu zaman yol patrul xidməti inspektoru öz niyyətinin həqiqi xarakterini büruzə vermədən sürücü ilə danışmaq üçün bəhanə tapmalıdır. Yol polisi inspektoru Serjant Əhmədov, svetoforun qadağanedici siqnalında hərəkəti davam etdirərək yol hərəkəti haqqında qanunun tələblərinə riayət etməmisiniz. Zəhmət olmasa sənədlərinizi təqdim edin. Yol patrul xidməti haqqında təlimatın 7.7-ci yarımbəndinə əsasən, inspektor aşağıdakı sənədlərin təqdim olunmasını tələb edir. Sürücülük vəsiqəsini, sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada alındıqda onu əvəzinə müvəqqəti icazə vərəqəsini və sürücünün şəxsiyyət təsdiq edən sənədini, fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qayda təsdiqlənmiş etibarnaməni, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, daşınan yükə dair sənədləri, icbari sığorta şəhadətnaməsini. Protokol yazılması üçün zəhmət olmasa maşına yaxınlaşın. Yol patrul xidməti haqqında təlimatın 11.6-cı yarımbəndinə əsasən, yol patrul xidməti inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən, yəni salonundan çıxmağı təklif edə bilər. Nəqliyyat vasitəsinin nasazlığının və yükün daşınma qaydaları pozuntularının aradan qaldırılması məqsədi ilə sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda, nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün, nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün, sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda, sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyini tələb edildiyi digər hallardan, patrul avtomobilində xidmət aparan yol patrul xidməti inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən, patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalıdır. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə yol patrul xidməti inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Yol patrul xidməti haqqında təlimatın 7.18-ci yarımbəndinə əsasən, nəqliyyat vasitəsinin saxlanma səbəbini 3 saat ərzində yerində aradan qaldırmaq mümkün olduqda, yol patrul xidməti inspektoru nəqliyyat vasitəsini yanında saxlayır.
belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən, mübahisəli hallar araşdırıldıqdan və pozuntuya görə inzibati tənbih verildikdən dərhal sonra saxlanılan nəqliyyat vasitəsi sahibinə qaytarılır. Yol patrul xidməti haqqında təlimatın 11.1-ci yarım bəndinə əsasən, yol patrul xidməti inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti, qanunçuluğa ciddi riayət olunması, öz vəzifələrinin dəqiq icra olunması, qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasında möhkəmlik, qətiyyət və prinsipiallığın vətəndaşlara qarşı diqqətli, hörmətli və xeyirxah münasibətlə uyğunlaşmasına əsaslanmalıdır. Yol patrul xidməti haqqında təlimatın 7.22-ci yarım bəndinə əsasən, yol patrul xidməti inspektoru aşağıdakı hallarda hərəkət iştirakçısının nizami polis hissəsinin və daxili işlər orqanlarının növbətçi hissələrinə gətirir. Şəxs yol patrul xidməti inspektorunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, inzibati xəta haqqında protokolu yerinə tərtib etmək və ya yol nəqliyyat hadisəsi üzrə sənədləşməni aparmaq mümkün olmadıqda, nəqliyyat vasitələrini idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə daşınan yükün sənədləri olmadıqda, nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət və ya yol nəqliyyat hadisəsi törətməsində şübhə yarandıqda. Nəqliyyat vasitələrinin qanunsuz ələ keçirilməsi, yəni qaçırılması, sürücünün cinayət törətməkdə şübhə olması, sürücünün öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratması hallarından başqa avtomobillərin təqibi qadağandır. Yol polisinə patrul avtomobillərini və başqa cihazlarını hər hansı bir maneənin arxasında gizlətmək qadağandır. Yol polisinə səbəbsiz yerə nəqliyyat vasitələrini saxlamaq qadağandır. Əgər yol polisinin qanunsuz hərəkətlərindən şikayət etmək istərsinizsə, qaynar xəttə zəng edin. Əgər yol polisinin sizə verdiyi cəzadan narazısınızsa, protokola narazı olmanızı qeyd edin və bu barədə yazılı formada baş dövlət yol polisi idarəsinə şikayət edin. Nəticədə narazı qalarsanız məhkəməyə müraciət edin. İnzibati xətalar məcəlləsinin 8-ci maddəsinə əsasən, siz məhkəmədə təqsirsiz olduğunuzu sübut etməyə borclu deyilsiniz. Əksini sübut etmə vəzifəsi qarşı tərəfin üzərinə qoyulur.